Tərtər rayonunun təmas xəttinə yaxın kəndlərində əhalinin içməli su problemi artıq həll edilir. Artıq rayonun Cəmilli kəndində su arteziyan quyusu istifadəyə verilir. Tərtər rayonunun Cəmilli kəndinin sakinlərinin içməli su problemi həll olundu. Kənddə həyatyanı sahələrin suvarılması da asanlaşdı. Bu işlər Cəmillidə açılışı olan yeni su arteziyan quyusu vasitəsilə həyata keçiriləcək. Cəmilli sakinləri bildirirlər ki, əvvəllər içməli suyu ya qonşu kəndlərdən, ya da rayon mərkəzindən gətiriblər. Kənddə arteziyan quyusunun istifadəyə verilməsi onların işini xeyli asanlaşdırıb. İçməli su buradan ancaq biz Tərtər çayından istifadə eləmişik. Mən bu yaşa gəlmişəm, indiyə qədər mən təmiz su görməmişəm. İndi bu açılışla əlaqədar bu yaxşı şeydir bu. Çox gözəl şeydir bu. Tərtər çayı gəlməyəndə nə maşınlar gətirirdi. Ayrı sahələrdən gətirirdilər, onu içirdi, o da təmiz zirzibildir, tamı gəlirdi. Tərtər rayonunun təmas xəttinə yaxın bir neçə kəndində də yeni su arteziyan quyularının qazılması planlaşdırılır. Daşkın Abdullayev, Ziya İsmailov, Elmir Həsənov, Tərtər.